Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə hündüşkalarda ayaq tutulma nədən baş verir? Yəni hündüşkaların özündə, həmçinin belə deyim, balalarında ayaq tutulma olur. Bu nədən olur? Yəni nədən baş verir? Bu haqqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, hündüşkalarda ayaq tutulma bir çox səbəblərdən ola bilər. Yəni ümumiyyətlə tək hündüşkada yox, elə toyuqda zətdə də, həmçinin qazda, ördəkdə də bu müəyyən səbəblərdən ola bilir. Yəni bir səbəbdən olmur. Birincisi vitamin çatışmamazlığı olanda hündüşkadır, toyuqdur, ördəkdir, qazdır, otururlar. Yəni belə deyək də, ayaqları tutulur sanki yerimirlər. Əgər siz misal üçün hündüşkalarınız çıxıbdırsa, siz onlara bir ay, maksimum 2 ay imişli yemi, şəkərli yemlə zatla baxıbsınız, yaxşı vitaminli olur. Sonra bir ay, 2 aydan sonra siz onları salıbsınız bir setkiyə və yaxud elə buraxsınız həyətdə də ot zat yoxdur. Bunlar vitaminli yem yemir, elə qabaqlarını buğdadan, arpadan töksüz. Bunlar vitaminli yemlər yemirlər, yəni o şəkərli yemdən kəsirsiniz, ot zat vermirsiniz, eləcə buraxırsınız sadəcə quru məhliyə, həyətə. Bunlarda vitamin çatışmamazlığı olacaqdır. Onda isə hündüşkalar belə deyək də otura bilərlər, yəni ayaqları tutula bilər. Bu belə şey baş verdisə, yəni hündüşkalarınızın ayağı tutuldusa, oturdularsa, siz onlara vitaminlər verin. Çiktonik, supervid, intravid və sair vitaminlər verin ki, bərpa eləsinlər və özlərinə gəlsinlər. Yəni ayaqları açılsın. İkinci səbəb, əziz izləyicilər, hündüşkada, ondan sonra belə deyək, toyuqda qurdu olanda, yəni ördəkdə, qazda qurd elə hər saat olmur. Onlarda təbii ki, bayaq dediyim ki, vitamin çatışmamazlığı ola bilər. Yəni bu bütün ev quşlarına aiddir, hündüşka, toyuq, qaz, ördək. Onların hamısına siz vitamin verirsiniz. Ancaq bu hündüşka ilə toyuqda qurdu olanda ayaqları tutulur, yəni otururlar. Onda isə əziz izləyicilər, siz onlara qurd dərmanı verməlisiniz ki, qurd dərmanı onların qurdunu töksün. Ondan sonra, yəni bir həftədən sonra, maksimum bir həftədən sonra özünüz nəticəsini görəcəksiniz ki, toyuqlardır, hündüşkalardır, başlayıblar yeriməyə. Yəni bu qurddan ola bilər. Yəni əgər sizdə toyuqları, hündüşkaları buraxsınız həyətə, həyət otluqdursa, böyük bağınız varsa, yəni və ayaqlar tutulursa, bu deməli vitamin çatışmamazlığından deyil, qurddandır və onlara siz qurd dərmanı verirsiniz. Səhər-səhər ac qarnına uduzdurursunuz. Yəni mənim kanalımda var. Qurd dərmanı mənim ən çox Zagros Niklasam deyirlər, sarı İran istehsalı olan dərmandır. Onu birini 3 yerə bölüb uduzdururam. Həmçinin albendazat alıb panaçuzat belə verə bilərsiniz. Yəni qurddan ola bilər. Təbii ki də biraz da sarımsaq soğan hündüşkəyə çox vermək lazımdır. Sarımsaq həm qurdunu tökür, həm tüklərini parıldadır. Həmçinin də soğan da onu kimi bütün hündüşkanı qıxdan, xırıltıdan və digər virus xəstəliklərindən ikisi də sarımsaq da, soğan da qoruyur. Yəni bu ikinci səbəb bundan ola bilər, qurdunun olmağı. Üçüncü səbəb isə əziz izləyicilər, kalsi çatışmamazlığından olur. Yəni hündüşkada da, toyuqda da, ördəkdə də, qazda da, yəni kalsi çatışmamazlığı olur və onda toyuqlar, hündüşkalar, qazlar, ördəklər belə oturur. Bu kalsinin çatışmamazlığı da qaza, ördəyə, qarpız, yemiş zat çox verəndə onların kalsini götürür, qazın, ördəyin ayaqları tutulur, otururlar. Şeylərə isə, ondan sonra hündüşkəyə da ümumiyyətlə qarpız zat vermək lazım deyil, çiçəklədir. İndi hündüşkada, toyuqda ola bilər kalsi çatışmamazlığı. Onlara əziz izləyicilər kələm verin. Kələm kalsini bərpa edir.
Ondan sonra balıq qulağı, xüsusi balıq qulaqları satılır. Dən satılan yerlərdə belə xırda-xırda üyüdülmüşü. Onu alın, tökün qabaqlarına qoy yesin yemlərində. Düzdür, yemlərində elə onu qatmaq olmayacaq, çünki onlar iri olur. Əgər üyüdülmüşü varsa ondan qata verə bilərsiniz. Ondan sonra o qum qoyun qabaqlarına, Mingəçevir qumu olur. Bax onu qoyun, o da yaxşı içindən daşları, qumu zadı yeyirlər. Bunlar üçün xeyirdir. Həmçinin evdə istifadə etdiyiniz yumurtaları götürün, qırın, xırda-xırda eləyin, yemlərinə qatın, hündüşqallara, toyuqlara, düzəllə verin. Yəni bu kalsini bərpa edir. Həmçinin də bayaq dediyim kimi kələm verin və balıq qulağını alın, yəni buğda satılan yerlərdə satılır. Kim dəniz qırağında olursa, gedib dənizin qırağından yığıb, onu belə xırda-xırda xırdalayıb, daşla, çəkişlə belə əzib, qabaqlarına tökə bilər, yesinlər, o da bərpa edir. Bir də əziz izləyicilər, siz nəzər etməzsiniz, yəni hündüşqada bit və gənə, xüsusən gənə olanda, tək hündüşqada yox, elə ördəkdə, qazda, toyuqda, zadda da olanda gənə onların bu buduna belə keçir, yəni budunun qanını içir, da belə budunun arasında olur, qanını içir, qənədinin altında olur, qanını içir və bu həm hündüşqanı, toyuğu, qazı, ördəyi zəiflədir, yəni qanını içdiyindən, həm də tutulmağına, qıçasının səbəb olur da. Yəni necə səbəb olur? Qanını içir, toyuqdur, ördək, hündüşqadır, qazı yeriyə bilmirlər. Siz də onlara gedib misal üçün qurd dərmanı verirsiniz, görürsünüz xeyri yoxdur, vitamin verirsiniz, xeyri yoxdur, kalsiy verirsiniz, xeyri yoxdur. Deməli bu gənədən, bunun qənədinin altına baxın, budlarının arasına baxın ki, bunda gənə var yoxsa yox. Onu isə əziz izləyicilər barsından təmizləyə bilərsiniz. Yəni ümumiyyətlə toyuqlara bars belə hündüşqalarla da qənədinin altına, quyruğun üstünə də fıskırtmaq lazımdır və bir də bir nömrəli birənin belə deyim, gənənin dərmanı küldür. Onu dama töksüz, ondan sonra harda eşələnirlər, ora töksüz, orada eşələnirlər və bütün bitləri, gənələri tökülür. Yəni bax, hündüşqanın ayağının tutulmağı, yəni oturmağı bu səbəblərdən olur. Vitamin çatışmamazlığından, kalsiy çatışmamazlığından, qurdunun olmağından və gənənin olmağından. Ona görə siz bunlara nəzarət edin. Yəni bu problemlər varsa da bayaq dediyim dərmanları verin. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanallarımıza, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza like qoyun, çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Sizdən də xahişim odur ki, like qoyun. Baxıram ki, çox baxırsınız, ancaq like qoymusunuz, videolar yaxşı inkişaf eləmir. Boş-boş danışanlara elə geçək, valla like qoyursunuz ki, nəysə. Uzatmıram, xahişim odur ki, bir dənə baxırsınız, faydalanırsınız, like qoyun. Belə, bu qədər, sağ olun əziz izləyicilər, salamat qalın.